Cənab Prezident, əmin eləyim ki, bu adam bizim kənddə bu deyərdilər müxalifət. Bizim inansız bu kəndin cəmaatından bir adam biz fikirləşirik, kim müxalifətçi olur? Heç var. Hamı öz təsərrüfatı ilə dövlətin qulluğunda valla. İndi ola bilər belə o, amma inanmıram, görməmişik. Eşitməmişik. Ancaq olsa da bir problem yox, heç ümumiyyətlə onlara biz əsas ki, dövlətə müxalifətdə olmasınlar, dövlətçiliyə. Biz ancaq bəzi özlərini müxalifətçi adlandıranlar ermənilərlə birləşib dövlətə qarşı. O cümlədən 2-ci Qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə gözü götürməməzlikdir. Bu düşmənçilikdir dövlətə qarşı və əslində xəyanətdir. Xəyanətdir. Ona görə burada yaxşı təsərrüfatlar qurulmalıdır. İndi bizim İqtisadiyyat Nazirlik xətti ilə kredit xətləri açılmalıdır. Kim indi mal-qara saxlamaq istəyir, kim əkin işlə məşğul olmaq istəyir. Məşğul oluruq bunlardan. Su problemi burada olmamalıdır. Yox, problem yox. Yox, xeyr. Bulaqlar var, Suyu var. Hər qapıdan, hər bir həyətdə su var. Krandan çox gözəl su. İşıq, qaz, məktəb. İşıq var, qaz var, suda var, internet. İstilik evlərdə, bütün İstilik. təmir evlərinin hamısında istilik. Məktəb də Məktəb budur. 500. Onu da təmir eləmişik. Bəli.